Güclü külək Şəmkirdə istixanaları yararsız hala salıb. Bu gecə qərb bölgəsində müşahidə olunan küləkli hava rayonun Muxtariyə kəndində bostan bitkilərinin becərildiyi istixanalara ziyan vurub. Rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirir. Bundan başqa güclü külək səbəbindən rayonun elektrik təsərrüfatında da bir sıra fəsadlar yaranıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında elektrik enerjisinin verilişi tam bərpa olunub. Şəmkir elektrik şəbəkəsindən verilən məlumata görə hazırda bütün kəndlər tam olaraq elektrik enerjisi ilə təmin olunub. Küləyin fəsadları aradan qaldırılır. Saat hardasa 2-3 radələrində idi. Möhkəm külək qalxdı. Dağıtdı da bütün canlılara ziyan vurdu. Paniklərini cırdı, dağıtdı klyonqasını. Saat 7-8 iradələrindən başladı, düz səhərə qədər. Aslı dağıtdı, gördüyünüz kimi pis vəziyyətə salıbdır.